Ermənistanda sual verirəm. Bir dənə Azərbaycanlı tapa bilərsən? Ha? Adını deyə bilərsən Ermənistan. Liboy bir kəndində, bir şəhərində var, yoxdur. Görürsən ki, bunun keyfiyyəti, bunlar ruhi xəstədirlər bu insanlar. Fikirləşmir ki, dünya bütün millətlərdən ötürdür. Azərbaycanda ləzgilər yaşayır, düzdür? Nədir bu? Talış Muğan Respublikası deyirlər. Onları talışlar yaşayır, düzdür? Sonra Yevreylər yaşayır, düzdür? Onları incitməyini eşitmişsən Bakı şəhərində, Azərbaycanda. Yox ki. Amma digər görə Ermənistanda bir dənə Rusdan başqa bir millət var. Ola bilər 500 dənə Ukrayna olar, Ukrayna qazandı. Onlarda da bu şeylər hamısı mono dövlətdir də. Bu dövlət elə bir dövlət, o millət elə bir millətdir ki, başına dönüm. Onu bir saat yox, 3 gün, 4 gün danışsan desən danışaram. Çünki mənim məlumatım var onların haqqında. Bax, mənim dostum anası ermənidir də, atasının da anası ermənidir.